Dostlar, dəfələrlə ödəniş aldığım proyektdən yenidən ödənişimizi aldıq. Ödənişin gəldiyində ətraflı bir şəkildə sizlərə göstərəcəm proyektdən. İndi isə keçək dostlar videomuza. Proyektin link şərtlər bölməsində olacaq, oradan daxil ola bilərsiniz. Videoyu keçmədən əvvəl kanalımıza abunə olub bildirimləri açmağı və videoya like atmağı unutmayın. İndi nərdinizə çox təşəkkür edirəm. Bütün videomda olduğu kimi bu videomda da heç bir yatırım tövsiyəsi vermirəm. Yatırım etmək istəyən dostlarımız öz riskləri daxilində öz araşdırmalarını edərək yatırım edə bilərlər dostlar. Bu proyektdən necə qazanc əldə edirik bunu göstərəcəm. Daha əvvəl də göstərdiyim bir proyektdir. Dostlar, gördüyünüz kimi 13 dollarlıq bir yatırım etdikdə gündəlik olaraq sizlərə həmin o 13 AZ-nin belə desək dolların 13.5%-ni belə desək sizlərə geri qaytarır dostlar. Mən buradan aşağı bölmədən şarj et bölməsi üzərinə kliklədim. BEP20 USDT adresi üzərindən komissiyasız bir şəkildə 13 dollar yatırım etdim və buradan döngü bölməsinin üzərinə gəldim aşağıdan. Gördüyünüz döngü bölməsinin üzərinə kliklədim və 13 AZ-nin 60 günlük bir paket seçdim və 13 AZ-ni daxil etdim dostlar. Və bizlərə burada belə bir belə desək bildirim gəldi ki, 60 gün ərzində bizə 118 dollar ödəniş edəcəyi bildirildi. Və dolaşımı başlat bölməsi üzərinə kliklədim və artıq bizim belə desək balansımız bu bölmədə aktivdir. Yəni 13 dollar yatırım etmişik və 13 dollar da aktivdir. Gündəlik olaraq bizim balansımıza ödənişlər gəlir dostlar. Və geri çəkilmək bölməsinin üzərinə klikləyərək çıxarışlarımızı edirik dostlar. Zaten yuxarı bölməsində də bu günləri 3.51 dollar çıxarış etmişik. Buradan gördüyünüz kimi gündəlik 1.75 dollar bizlərə qazanc gəlir. Eyni zamanda 3.51 dollar, 7 dollar, 15 dollar, 4 dollar çıxarış etmişik dostlar. Hətta 8 dollar da bir dəfə çıxarış etmişik dostlar. Daha əvvəl də göstərdiyim bir proyektdir dostlar. Hər hansı bir sonsuz müştəri xidmətləri vasitəsilə birbaşa olaraq əlaqə saxlaya bilərsiniz dostlar. Yəni hal-hazırda da ödəniş edirik. Ümumilikdə 24.57 dollar mən çıxarış etmişəm bu proyektdən 13 dollar yatırım edərək. Yəni burada istədiyiniz qədər belə desək məbləği daxil edə bilərsiniz. Tutaq ki 60 günlük seçmisiniz və 50 dollar təyin edirəm. Buradan gördüyünüz kimi 455 dollar ümumilikdə qazanc əldə etmiş olursunuz dostlar 60 gün ərzində. Burada müxtəlif belə desək 65 günlük də seçə bilərsiniz ki, hansı ki 101 dollardan sonra yəni əlavə yatırımlar üçündür. Tutaq ki 105 dollar yatırıma gün belə desək ümumilikdə 65 gün ərzində 1183 dollar belə desək ödəniş edəcəyi qeyd edilir. Qeyd edim ki dostlar, burada əsas məsələ proyektin nə qədər müddət ödəniş edəcəyidir. Bunu da bilmədiyimizə görə müəyyən bir risk var dostlar proyektdə. Bu riski də göz önünə alan dostlarımız öz riskləri daxilində öz araşdırmalarını edərək yatırım edib proyekti yoxlaya bilərlər dostlar kiçik məbləğlərlə. Yəni mən hal-hazırda ödəniş alıram. Yəni bu proyekti daha əvvəldə sizlərə göstərmişdim. Keçib videonu ətraflı bir şəkildə izləyə bilərsiniz. Digər bir belə desək əvvəlki videoda bu proyektdən nə qədər ödəniş aldığımı və ilk dəfə necə ödəniş aldığımı göstərə bilərsiniz. Takvim bölməsi üzərinə klikləyib sizlər verilən kopyalayaraq hər hansı bir şəxsə göndərirsiniz. Həmin şəxsin qeydiyyatdan keçib yatırım etdiyi təqdirdə müəyyən faizlərlə qazanc əldə etmiş olursunuz dostlar. Necə ödənişi gəldiyini göstərim. Gördüyünüz kimi dostlar bizim ödənişimiz gəlib. Sayt həqiqətən ödəmə edir. Kanalımıza abunə olub bildirimləri açmağı və video like atmağı unutmayın. İndən hər birinizə çox təşəkkür edirəm. Sağ olun, salamat qalın.